İşğaldan azad olunmuş regionlarda 8 mindən çox şəxs işlə təmin olunub. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və bu il üçün hədəflərə dair mətbuat konfransında deyib. O bildirib ki, ötən il 2847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünə məşğulluq proqramına cəlb edilib. Bununla da hazırki dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünə məşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Bildirilib ki, hazırda 266 nəfərlə özünə məşğulluq proqramı üzrə işlər davam etdirilir. O da qeyd edilib ki, azad edilmiş ərazilərdə vətəndaşların 58%-i dövlət, 42%-i özəl sektorda çalışır. Aktiv məşğulluq tədbirlərindən danışırıq, aktiv məşğulluq tədbirlərinə cəlb etmə istiqamətlərini müzakirə edirik. Amma hər şeyin əvvəlində insanlara doğru karyera və peşə yönümü məsləhəti göstərilməlidir. Və bu, insan həyatında erkən yaşlardan, hətta orta məktəb dövrlərindən başlayır. Biz bunun fərqindəyik, ona görə də bizim ən aktiv və geniş şaxəli əhatə dairəsi olan fəaliyyət növlərimizdən və xidmət növlərimizdən biri də peşə yönümü xidmətidir. Peşə yönümü istiqamətində biz 2025-ci il ərzində ümumilikdə 343 min vətəndaşımızı əhatə etmişik, 343 min vətəndaşımıza toxuna bilmişik.